Herkese salam. Bu videomda size çoxbucaqlı mövzusuna aid tapşırıqların izahını təqdim edəcəyim. Araşdırma və müzakirədə deyir kim çox fiqur düzəldər. Oyuncu sayı 4 nəfərdən ibarət bir neçə komanda var. Say çöpləri lazımdır. Oyunun qaydası hər komanda verilmiş vaxt ərzində çöplərdən müxtəlif ən çox fiqur düzəldən komanda qalib gəlir. Bunu müəlliminiz sizə belə deyək, say çöplərindən tapşırmalıdır düzəltməyi. Sinif şəraitində olacaq. Sonra öyrənmədə deyir bu fiqurlar çox bucaqlı. 3 bucaqlı, 4 bucaqlı, 5 bucaqlı, 6 bucaqlı. Bunlar çox bucaqlıdır və çox bucaqlılar bucaqların sayı ilə adlandırılır. Çox bucaqlara tərəflərin sayı bucaqların sayına bərabər olur. Çox bucaqlara təpələrin sayı ilə bucaqların sayını müqayisə edin. Müqayisə edəndə onsuz da bərabər görürsünüz. Baxın, 4 bucaqlıda 4 təpə bucağı var, 4 dənə də bucaq var. Bərabər olacaq. Bələdçi hissədə nədir? Həndəsi lövhədə hər fiqurun tərəf, təpə və bucaqlarını sayın. Fiqurların adlarını söyləyin. Bax, buradakı kimi. Baxın, birinci şəkildə göstərin. Bizim bu A variantımızda tərəflərin sayı olacaq 1, 2, 3, 4. 4 dənə tərəfi var A-da. Təpələrin sayı da 4 dənədir. Bucaqların sayı da 4 dənədir. Adı isə 4 bucaqlı. 4 bucaqlı olacaq. Eyni qayda ilə B-də 1, 2, 3, 4, 5. 5 dənədir. Baxın, ilə bura yazılanlardır. Tərəflərinin sayı 5. B variantında da bu yazılacaq. Təpələrin sayı 5. Bucaqların sayı 5. Cavab da 5 bucaqlı. Sonra burada C-də 1, 2, 3, 4, 5, 6. 6 ilə əvəz edəcəyik bunların hamısını. C-də olacaq 6, 6, 6 və 6 bucaqlı. Sonra burada 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 D-də. 8 dənə tərəflərin sayı 8, bucaqların sayı 8, təpələrin sayı 8, adı isə 8 bucaqlı. 8 bucaqlı. Fiqurların adını söyləyin. Bax, təpələrin sayına görə 1, 2, 3, bucaqların sayına görə adlanır 5 bucaqlı. 5 bucaqlı. B-də 3 bucaqlı. C-də 1, 2, 3, 4, 5. 5 bucaqlı. Burada 1, 2, 3, 4, 5, 6. Burada 1, 2, 3, 4. 4 bucaqlı. 4 bucaqlı. İndi isə davam edirik. İkilə çox bucaqların adını söyləyin. Nömrələnmiş bucaqların iti, kör və ya düz bucaq olduğunu müəyyən edin. Baxın, bura iti bucaqdır. Bu kör bucaq. Yox, bu da itidir. İtidir bu da. İti bucaqdır, düz bucaqdan kiçikdir ona görə. Bura kör bucaqdır. Bu 1 ilə 3 isə iti bucaqdır. Sonra davam edirik. Düz bucaqdır. 1 də düz bucaqdır. 3 amma kör bucaqdır. D-də davam edirik. İtidir. Kördür. Kördür, düz bucaqdır. Kvadrat düz bucaqlı romb və paraleloqram düz 4 bucaqlara aiddir. Bəli, kvadrat bütün tərəfləri bərabərdir. Bütün bucaqları düz bucaqdır. Rombun yalnız bütün tərəfləri bərabərdir. Düz bucaqlının yalnız qarşı tərəfləri bərabərdir. Bütün bucaqları düz bucaqdır. Paraleloqramın yalnız qarşı tərəfləri bərabərdir.
İndi burada bir də nədən baxacağıq? Paralelogramın bucaqları hamısı düz bucaqlı deyil. Düz bucaqlı, düz bucaqlının fərqi odur. Fikirləşdi nedir? Fiqurların oxşar və fərqli əlamətlərini söyləyin. Baxın, kvadratda da, rombda da oxşar əlamət odur ki, tərəflər bərabərdir. Fərqli əlamət odur ki, kvadratda bütün bucaqlar düzdür, rombda deyil, düz bucaqlı deyil. B-də düz bucaqlı ilə paralelogramın hər ikisinin qarşı tərəfləri bərabərdir. Amma düz bucaqlıda bucaqlar düz bucaqdır, paralelogramda düz bucaqlı deyil. Deyir ki, 3-də şəkildəki kvadrat, romb, düz bucaqlı və paralelogramları göstərin. Kvadratları gəlin birinci tapaq. Baxın, kvadrat. Başqa kvadrat görürsünüzmü? Qismən oxşuyur, düz bucaqlıya da oxşuyur əslində. Yəni, tərəfləri gəlib bərabər olsun ki, kvadrat olsun. Sonra yastıqlar da o qədər də yox. Biraz deyim, birazcık oxşuyurlar. Amma əsas o qara, o şəkildə olan, çərçivədə olan qara kvadratdır. Romb. Romb hansıdır burada uşaqlar? Romb, bu qapıda bu hissələr var, güzgülər. Qapının güzgüsü rombdur. Başqa nə romb kimi görürük? Yoxdur başqa. Düz bucaqlı. Düz bucaqlı, bax, bu lampanın başıdır. Televizordur. Sonra bu ortada dayanan şkafın orta hissəsidir. Qapının özü düz bucaqlı formasındadır. Paralelogram şəkildəki, bax, qırmızı çərçivədir. Lap istəyirsiniz bunun fərqli olsun deyə göylə göstərin. Bax, paralelogram budur. Sonra başqa paralelogram oxşayan nə var? Yoxdur. Bunlar paralelogramdır. 4-də nə deyir? Çox bucaqları qara rəngdə olan parçalarla hansı? Çox bucaqlılar qara rəngdə olan parçalarla hansı fiqurlara ayrılıb? Gəlin baxaq. Baxın, bunlar ikisi də 3 bucağa ayrılıb. İkisi də 3 bucağa, A variantında ikisi də 3 bucağa ayrılıb. 3 bucaq. B-də də ikisi də 3 bucaqdır. C-də amma bura paralelogramdır. Bu hissi isə 3 bucaq. Burada yenə üçü də 3 bucaqlara ayrılıb. 3 dənə 3 bucağa ayrılıb. 3 bucağa. 3 bucağa. Sonra davam edirik. Deməli, tanıqram bir kvadratın şəkildəki kimi kəsilmiş 7 hissəsindən ibarətdir. Qədim Çin oyunudur. Bu oyunda bütün hissələrdən müxtəlif təsvirlər düzəltmək tələb olunur. Tanıqram hissələrini göstərməklə onların adlarını söyləyin. Hansı fiqurdan neçə dənədir? Deməli, yəqin ki, burada olanı deyir. Birinci fiqur qu quşuna belə bənzəyir. Hansı fiqurlardan neçə dənədir? Gəlin baxaq. 3 bucaqları sayaq. 1, 2, 3, 4, 5. 5 dənə 3 bucaq var. Bir dənə paralelogram var. Bir dənə kvadrat var. İkinci pişiyə də oxşuyur. Pişik də deyə bilərik bəlkə də. 3 bucaq 1, 2, 3, 4 dənə 3 bucaq. Bir dənə paralelogram, bir dənə kvadrat. Axırıncı uşaqlar nəyə bənzəyirsə, tam mən də adını deyə bilmirəm. Yəni, hansı heyvana bənzəyir? 3 bucaqları sayaq. Əgər bu üçüncünün hansı heyvana bənzədiyini bilirsinizsə, zəhmət olmasa, ata bənzədirəm, ata oxşuyur, dəvəyə də oxşuyur. Zəhmət olmasa rəy bölməsinə yazın. 3 bucaqların sayına baxaq. 1, 2, 3, o 4 kvadratdır. 1, 2, 3, 4, 5 dənə 3 bucaq. Bir dənə kvadrat, bir dənə paralelogram var. 5 də deyirdi ki, şəkildəki tanıqrama aid olmayan fiqurları tapın. Baxın, burada birinci şəkildə dairə aid deyil uşaqlar, dairə. Burada dairə aid deyil. İkinci şəkildə isə əslində hamısı aiddir. Çünki hamısı tanıqramın içində var. Hətta bu ev və qapısına oxşuyur.
Belə deyək də, burada aid olmayan, amma ki bu tanıqramı görürsüz. Bax bunu necə yığıblar. 7 dənə elementdən ibarətdir tanıqram, eləmi? Tanıqramda bir dənə kvadrat var. Bizdə 2 dənə. Deməli bura aid bu kvadrat da deyil, düz bucaqlıdır əslində. Aid olmayan bu yaşıl qapı yerinə qoyulandı. 6-da bir xətt çəkməli şəkildəki 4 bucaqlıdan A kvadrat. Buradan xətt çəksək olacaq kvadrat. B-də düz bucaqlı. Onda xəttimizi biraz kənara çəksək, buradan da çəkə bilərik. Buradan da fərqi yoxdur, bir xəttdə olacaq düz bucaqlı. Sonra bizdən istəyir paraleloqram. Paraleloqram olması üçün baxın belə bir xətt çəkə bilərsiniz. Olsun paraleloqram. Və ya buradan da çəkmək olar. Yenə paraleloqram alınacaq. Buradakı fiqur paraleloqram olacaq. Sonra Samir deyir 7-də Samir tanıqramla raket və pişik fiqurları düzəltmək istədi. Raket və pişik fiqurları. O bu fiqurları tamamlamaq üçün tanıqramın qalan hissələrini hara qoya bilər? Raketə bənzəyən uşaqlar. Baxaq görək, raketə bunu raketin başına qoya bilər. Üç bucağı. Bunu da bu tərəfə ayağının əvəzinə, yəni raketi saxlasın deyə qoya bilər. Sonra burada pişik fiqurun bunu qulaqlar edə bilər. Qulaqlarına. Bunu da yəqin ki, gələr quyruq əvəzi pişiyə. Bu da quyruq əvəzi qoya bilər. Qırmızı fiquru, quyruq əvəzi, qırmızı belə deyək, paraleloqramı. Bu 2 dənə üç bucaqları isə qulaq əvəzində qoymaq olar.